alınan ən böyük ədədi tapın. Qaydadan yola çıxaraq, baxıram neçə dənə sıfır var? 2 dənə. İndi deməli, üstü ən böyük dediyi üçün üstə gəldi. Ən kiçik deyəndə çıxıram. İndi üstə nə gələcək? 49. Niyə? 2 dənə sıfır var. 2 dənə sıfır olduğu üçün 49 yazacaq. Olacaq 3549. Deməli, ən böyük budur. Bundan böyük yoxdur. Niyə? Bundan böyük nə var? 3550. Onu da yuvarlaqlaşdıranda 3600 olacaq. Yuvarlaqlaşdıranda 3500 alınan ən kiçik ədədi tapın. Bax, qayda budur. Ən kiçiyi soruşursa, burada neçə dənə sıfır var? 2 dənə. Deməli, mən o buradan nəyə çıxacaq? Sıfırların yerinə nəyə qoyum? 50-ni. 3500-dən çıxacaq 50-ni. 3500-dən 50-ni çıxacaq. Niyə 50 çıxdım? Çünki 2 sıfır var. Burada neçə sıfır varsa ona uyğun ədəd yazacağım. Bu ya 5, ya 50, ya 500, ya 5000, ya 50.000. Bu istənilən bir ədəd ola bilər. Amma qayda dəyişməyəcək. Hər zaman 5 və sıfırlardan ibarət olacaq. 3500-dən 50 çıxanda nə qalacaq? 3450. Yuvarlaqlaşdırarkən 7000 alınan ən böyük, ən kiçik ədədi tapaq. İndi baxırıq. Müəllimə bizə bir qızıl qayda verir ki, yuvarlaqlaşdıranda 7000 alınırsa, burada neçə sıfır var? 3 dənə. Deməli, 1000-liyə qədər yuvarlaqlaşdırır. İndi gəlin, səbirlə. Yazıram bura 7000-imizi. Və məndən ən böyük istəyirsə, nə edirdik? Ən böyük tapmaq üçün həmişə üstə gəlirik, ən kiçik tapmaq üçün çıxırıq. Üstə gəlir. Nəyə gəlir üstünə? Burada neçə dənə sıfır var? 3 dənə. Baxıram qaydamda nə yazacaq? 499. Aferin mənə. Olacaq 7499. Deməli, yuvarlaqlaşdıranda 7000 alınan ən böyük ədəd olacaq 7499. İndi yuvarlaqlaşdıranda 7000 alınan ən kiçik ədədi tapmaq üçün edirik. Yenə də 7000'imi yazıram bura. Yenə də fikir verirəm 3 dənə sıfırdır. Və məndən ən kiçiyi istədiyi üçün altdakı qayda. Altda qayda nə edir ki? 5, 50, 500, 5000 belə davam edir. 3 dənə sıfır olduğu üçün bura hansı yola gələcək? 500. Çıxıram bundan 500'ü. Cavab alacaq nə? 6500. Deməli, yuvarlaqlaşdıranda 7000 alınan ən kiçik ədəd hansıdır? 6500. Məncə çox qəşəng qayda verdim mən sizə.